Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqasının izləyiciləri. Xəzər Futbol Liqasında 11-ci sezon 4-cü tur çərçivəsində günün son qarşılaşması və bu qarşılaşmada Korpus və Buzovna kollektivləri üzrədir. İki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Kim deyirəm, maraqlı məhsuldar oyunun şahidi olacaq. Meydanın sol tərəfdə göy formada biz Korpusu, sağ tərəfdən arıncı formada isə Buzovnanı görürük. Ali Bağırov Kamran Quliyevi düşürmüşdü, alınmadı. Orxan Ağazadə. Kapitan. Sənan rəqimi sağına atıb, solundan kesib, ötürmə isib. Korner. Sənan Əmzəyev. Zərbə. Yaxın atıb hərəkətli qazanmalı Cavad Qarayev. Kamran doğru ötürmə, son müdaxilə. Mehdidən. Mehdi Rayimov müdaxilə etmişdi. Kamran Quliyev. Orxan Ağazadə əmləsi var da. Rəvan Abbasov, Əli Bağırov da ilişdi. Əli əmlə edirdi. Rəvan ittirmədi. Belə görüşlərdə adətən 2 dəqiqələr kəşfiyyat xarakterli keçir. Komandalar bir-birlərini analiz etmək istəyirlər. Risksiz oynama çalışırlar, amma buna rəğmən ləki yüksək edilə bir oyunun şahidik. Bu da Ramiz Məmmədzadə. Ona qarşı qayda pozulub. Qulağım getdi. Standart vəziyyət, cərmə zərbəsizlik. Buzovnanın Kamran Quliyev topun arxasında 2 nəfərdən ibarət canlı səhd var. Zərbə qapçı. Sit vermir. Gözəl bir planjon gəldi. Kiperdən. Midyosif Əsənov, Buzovnanın kapitanı. Rəvan, zərbə. Midyosif yerindədir. Görünür ki, kifayət qədər uzaq məsafədən zərbələr izləyəcək. Amma qapçılardır. Bizlərə tanış ötən oyunlardan və asanlıqla top proseslarını düşünmürəm. Korner, birbaşa qapıya zərbə edətdə. Midyosif yaxın güncü bağladı, keçidi vermədi. İsayev. Ötürmə Bağırov Əli. Orxan Ağazadə. Aslan versin Sənan Əmzəyev. Rəvan. Orxan, hayır Orxan. Orxan, İsayevdir qapıda, Emil. Yeni Suraxan stadionda. Mehdi. Rəvan. Sinan dəyişili burada Elçin Məmmədov. Müdafiədə yaxşı oynadı. Aslanov. Bir halda cəblə. Top meydanda da davam etmək lazımdır. Kamran Quliyev. Sənan Əmzəyev. Orxan Ağazadə. Yeni Suraxan stadionda Xəzər Futbol Liqasında 11-ci sezonda 4-cü tur çərçivəsində günün son və 4-cü qarşılaşması eləməz. Korpus və Buzovna arasında. Hər iki komandanın əmləsi olub, cəhdi olub, amma hələ ki topu çərçivəyə qolama mümkün olmuyor, belə ki tilsim qırılmayıb. Midyosif Əsənov. Elçin Məmmədov. Əli Bağırov. Buzovnanın əmləsini başlatacaq ara ötürmək. Kamran Quliyev yanında Ramiz var. Kamran! Kaputuri. Çox təhlükəli alınmışdı. Yeni gələnlər biz xoş gəlmişsiniz. Aşağıda adlarınızı görəm, ekran bəyənənlər. Sizlərə ayrıca minnətdaram. Bir daha xatırlatıram. Yeni Suraxanı stadionu. Sualı bir dəfə yazın. Mehdi.
Rəvan Abbasov, Ramiz uğurladı. Topa aydın müdaxilə. Ramiz Məmmədzadə, Kamran. Top özünə bir qədər əli buraxır. Sayıb Emil. Sənan Əmzəyev. Ramiz pressing edirdi. Cavad Qarayev dəmləyə qatıldı. Qazandılar topu. Kamran. Bir halda Cəmlə. Kamran. Korner. Güclən zərbə. Ramiz zərbə indirsə də effektiv uğurlu alamır İsayev. Sənan Əmzəyev. Mehdi, rəqimin zərbə meydası səndəvərində idi. Bir baxış atdı Sənana doğru ötürmə versin deyə. Amma gördü ki, bağlayıb rəqiblər. Ramiz burada uğurladı. Qayda pozulmayıb. Ramiz indi qayda pozulub. Əldə cibə getdi və rəqib. Göstər ki, ilk rəsmi xəbərdarlıq burada göstərilir. Aslanov Elçinə. Aslanov Elçin sarı vərəqə gördü. Yayım niyə belə aşağı düşdü? Donma mı var yayımda? Bir dənə yazın səhəmət olmasa. Çox aşağı. Tabi cərimə zərbəsi standart vəziyyət. Ramizə qarşı qayda pozulmuşdu. Deyəsən Ramizin özü zərbəni yerinə yetirəcək. 2 nəfərdən ibarət canlı səhədi var. Ramiz Məmmədzadə. Topu torlara yolladı. Boşluğu gördü. Buzovna artıq öndədir. 1-0. Buzovna 1. Korpus 0. Görək rəqib buna cavab verəcəkmi? Yoxsa Sünim artacaq? Daha sonra düşünürəm ki, oyunda adamın olacaq. Tilsim qırıldı. Arxan Ağazadə. Ara ötürməsi burada Sənan Əmzəyev ön almaq istəyirdi. Alamadı Əli Bağırov. Kamran Quliyev. Sənanla mübarizə aparır. Kamran. Sənan. Kamran Quliyev qaydanı pozub. Standart vəziyyət. Cərimə zərbə bu səfər korpusanda. Məsələ rəqib standart vəziyyəti qola çevirib. Görək onlar nə edəcək. Sənan! Alınmadı Miryosif Həsənov. Ötürməyə İlçin Məmmədov. Gerdən əmlə qurulacaq Əli Bağırov. Sənan uğurlamaq istəyirdi. Hakim üstünəyə buraxdı. Rəfan zərbə keçmir. Əli Bağırov əksəmli ola bilər. Əli! Niyə burada zərbə indirməyi düşündü? Niyə? Eyni cinahda Kamran Quliyev, digər cinahda Cavad Qarayev ötürməyə gözləyirdi. Həmçinin mənim kimi elə Cavad Qarayev və Kamran Quliyev də bunun etirazını edirdi. İradını bildirdilər komandalaşına. Cavad Qarayev itirmədi. Miryosif Həsənov. Ramiz Məmmədzadə. Topu Ramiddən var rəqib üçün. Əli Bağırov cina boyunca irəlilədi. Son müdaxilə. Aslanov Elçindən. Deyəsən yağ xəttə top meydanı tərk etmişdi. Bəli. Və Afton top oyuna daxil edilməlidir. Əli Bağırov. Cavad Qarayev. Sənanda qaldı top. Sənan Əmzəyev. Kapitan. Surat hesabına bir qədər irəlilədi. Elçin onun qarşısını kəsməyi bacarır. Cavad Qarayev əksəmli olacaq. Tələsmir amma. Tələsmir. Gözlədi. Ən geriyə Milyosif Həsənov. Bir daha xatırladım, Xəzər Futbol Liqasının 11-ci sezon 4-cü tur çərçivəsində günün son qarşılaşmasında Korpus və Buzovna kollektivləri üzrədir. Buzovnanın minimal hesablı üstünlüyü var Korpus önündə. Bu arada iki dəyişiklik əvəz etmə də baş tutur. Buzovna niyyətində məsələ. Əli Bağırov meydan tərk etdi. Onun əvəzinə Oruç Rasimoğlu meydana daxil oldu. Görə bu əvəziyyətimə komandaya necə təsir bağışlayacaq. Rəfan. Tən oyun 2 baxımlı qola imza atmışdı uzaq məsafədən. Bu arada Ramiz və gol! Ramiz Məmmədzadə.
Oğurladı, topu torlara yolladı. 2-0. 2 cavabsız gol. Dubletir Ramiz. Komandasına və özünün ikinci qoluna imza attı. Kamran. Kamran. İsayev Emil. En bahasına olur olsun. Bu zərbəni dəf edir. Hətta üz nahiyəsinə. Üzünə dəymişdi top. Yusuf Həsənov. Oruz Rasimoğlu bir qədər özünə irəli buraxdı və daha sonra Sənan Əmzəyev top meydandan çıxardı. Oruz. Kamran Quliyev. Cavad burada topu saxlaya bilmir. Orxan Ağazadə. Belə ki, bir qədər tələsir. Korpus kollektivi. Bu tələskənin də özü ilə birlikdə top etkisi gətirir, amma tələsməklə ki, gərək yoxdur. Kifayət qədər vaxt var. Daha sərgəli, daha uğurlu, daha dəqiq götürmələr lazımdır. Cavad! Korner. Kamran Quliyev. Geriyə ötürmə. Oruz Rasimoğlu. Əmzəyev də qaldı. Elçin Məmmədov qaydanı pozub. Sənan tərs bir müdaxilə. Oruz Rasimoğlu uzaqlaşdırmaq istəyirdi. Avtogol qeydə alındı. 1-2 Korpus Arnada. Artıq isim qırılır. Korpus 1. Buzovna 2. Kamran Quliyev özünü çıxmaza saldı orada. Bu arada oyuncu dəyişikliyi baş tutub Korpusun heyətində. Onlar adına Likə vəziyyət etmək Mehdi meydan tərk edib. Bu əmlədən sonra qeyd etsəm indi məhz qeyd etmək olar. Mehdi meydan tərk edib. Onun əvəzinə isə Sənan meydana daxil olub. Sənan Nəsirov. Elçin Məmmədov. Oruz Rasimoğlu. Kamran topu meydanda saxlama bacardı. Kamran! Son Demil. Və korner. Sizcə bu oyunun nəticəsi nə olacaq? Bu arada bir dəqiqəlik taymat. Taymatı götürən tərəf Buzovna kollektivdir. Yeni gələnlərimiz xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Amma yayımı bağlayıb yenidən açacağım. Taymat bitir. Oyun qaldığı yerdən davam edəcək. Və korner yeni yetiriləcək. Kamran Quliyev cərmə meydançasının dövründə yalnız bir oyuncu vardı. Geriyə doğru ötürmə Elçin Məmmədov. Orada Revan Abbasovun təzyiqi var. Elçin görə nə edəcək? Yeni cəhətdə ötürmə hissəyə keçmədi. Aslanov. Ötürmə. Sənan! Sənan! Bir qədər əvvəl meydana daxil olmuşdu. Sənan topu torlara yolladı. Sənan Nəsirov. 2-2. Taymatı götürən tərəf Buzovna kollektivi, qolu tapan tərəf, dəhlənən tərəf Korpus kollektivi. Hesabla bərabərlik var. Tərəfdar yenidən paylanır meydanda. Korpus 2, Buzovna 2. Bu arada görürəm ki, bir əvəz etmə daha başladı. Buzabat Qarayev meydan tərk edib Buzovna heyətində. Kamran Quliyev! Rəqibin çox sevməsinə imkan vermir. Komandasının önə keçirdi. Dirəkdən top torlara yollandı. Babayev Nurəli meydan daxil olub. İndi tamamlasaq. Əvəz etməni tam qeyd etsək. Nurəli, Cavad Qarayev əvəz edib. Yeni gələnlərimiz xoş gəlmişsiniz. Ekranı bəyənib paylaşaq. Maksimum səviyyədə yayım aşağı düşür. Özdə bilirsiniz ki, spam deyəm. Bəyənin də. Nə sualınız olsa da yazın. Aşağıda darıcı görən var bəyənənlər. Rəvan! Olmadı. Minnətlərim. Hər birinizə.
Kamran Quliyev. Geriye doğru ötürməyib. Arzu Rasimovlu. Ramiz ilə bir-birlərinə başa düşmədilər. Edison teşekkür. Rəfa. Ötürmək istəyir Sənan. Sənan Əsrov. Orxan Ağazadə. Bəyəninlə sağ olun varım. Aşağıda da rızıyorum. Ərvizayizə minnətlərim. 205 nəfəri. Eyni anda bəyənsə inanın ki 10.000 olmaq 1 dəqiqə vəz alar. Hər kəs bəyənsin, zəhmət olmasa. Nurali Babayev. Kamran. Kamran Quliyev. Nurali qaldı əmləyə. Ramiz. Ramiz Məmmədzadə. Sol ayağına seçdi. Zərbə alınmır. Rəfan Leks. Zoom şansı. Rəfan yerlə zərbə. Emir Yusuf Əhsənov. Dəf etməyi bacarır. Korner. Orxan Ağazadə zərbə keçmədi. Kamran. Ramiz Əkizum. Bir qədər tələsmək olar. Babayev Nurali. Bir anlıq topu itirdi orada. Aslanov. Bu qazanır. Yeni bir əmlə. Çox doğru deyirsiniz. Ona görə mən də rəyləri bağlayıram. Ekran bəyənməsi 10.000 olduğu sonra rəyləri açacağım. Amma inanda bəyənsin 10.000 olsun, daha sonra rəyləri açaq. Mənə stimul verdiniz. Sənan. Əmzə bitirdi orada topu. Kamran. Babayev Nurali. Nurali! Yine qədər biz xoşlayımsa artıq 3100 ekran bəyənməsi. 10.000 olan kimi rəylər asılacaq, bir daha xatırladıram. Ona görə ekranı bəyənə paylaşaq. 10.000 olsun. Bu arada oyuncu dəyişikliyi başlayıb. Abdullayev Məhəmməd meydana daxil olub. Orxan Ağazadəni əvəzləyib. Elçin Məmmədov. Ramiz. Ramiz Məmmədzadə. Referi vara baxacaq. Gol qeydə alındı. 4-2. Qara ehtiyac qalmadı. Rəqib fair play edərək məhz topun qapıya daxil olduğunu. Qərarın düzgün olduğunu təsdiqlədi. İndi bir dəqiqəlik təyinatdır. Ekran bəyənin görək. $4500 artıq, 4600, 10.000 olan kimi rəylər açılacaq. Orada artıq taymat da bitir, komandalar meydana geri qayıtdı. Bir daha xatırladaq, hesab 4-2-dir, Buzovna 2. Daha doğrusu
Buzovna 4, korpus 2. 11-ci sezon 4-cü turda korpus və Buzovna kollektivləri üzrədir. Və Buzovnanın 4-2'lik üstünlüyü var. Ramiz Məmmədzadə artıq hat-trick edib. Görüşdə. İndi korner izləyək. Gücdən zərbə yerinə yetiriləcək. Sənan Əmzəyev adaşı var zərbə mindası səndəvərində. Burada topu buraxdı Sənan Əsirov. Rəvanı çatsın deyə, amma rəqibin bundan xəbəri var idi. Kamran Babayev Nurelli aşırtma zərbə. Yaxın məsafədən uzaq boy qapıcıya doğru. Qapıcıya qarşı belə bir həmlə. Rəvan. Yusuf Ələk Rəvana fərqlənməyə imkan vermir. Kamran. Rəqibin həmləsinə rəğmən itirmədi. Kamran. Sayıb Emil və korner. Oynayırsan da gol olsa nə verim zərbə verir. Həmçə deyir yapımsız verir. Kamran geriye oturma. Elçi. Uzun ötürmə. Babayev. Valiyə zərbə imkanı vermədilər. Abdullayev. Sənan Əmzəyev. Sana qarşı qayda pozulub. Bu arada faallar sayartıq 5'də Buzovnada olacaq. Bir fal komplementli birbaşa zərbə deməkdir. 2'dən sona qədər, sonuna qədər. Çoxudluq faal etməməlidirlər. Kamran. Kamran Quliyev. Aram. Rəvan. Şema bizden. Bizden başlıyor. Kaldır gaga. Geçsin. Benim yavrulasın. Bir Yusuf Əsənov. Bir uzun ötürmə Abdullayev. Ya. Sezi. Allah'a özür Özür deyil. O sana hörmət əlaməsi. Bu saydı topu. Qapı qarşısına paralel ötürmə. Kamran. Söndü zərbə indirdi Emil. Aslanov Elçin. Rəvan Abbasov. Zərbə keçmədi. Kamran Quliyev əksəmli ola bilər. Rəfan qayda pozulub. Artıq 6-cı falda demək ki, komplementli birbaşa zərbə olacaq. Fərqi minimum indirmək olar. İlk hissədə son epizodlardır. Fasilədən öncə. Bəli, hətta bu iki hissədə son zərbə olacaq. Ondan sonra referi 2 hissəni bitirəcək. Emilio Sibəsiyana görə dəfə edəcəkmi? 2 fərqləmi komandasına fasiləyə aparacaq, yoxsa Sənan Əmzəyev fərqi minimuma indirəcək. Sənan Əmzəyev kapitan fərqləndi 3-4 və bu qolla da referi 2 hissəni bitirir. Komandalar fasiləyə yollanır, heç yer ayrılmırıq. Fasilədən sonra yenidən bir yerdəyik.